Ədədlər arasındakı qanuna uyğunluğu tapıb, sual işarəsinə uyğun gələn ədəd tapmalıyıq. Burada ilk baxışdan görünən bir qanuna uyğunluq yoxdur, amma 9, 8 və 75-ə görə daha rahat tapmaq olar yəqin ki. Deməli, 9-u 8-ə vursaq alınır 72, üstlərinə 3 gələn 75 alınır. 9 vur 8, 72, üzərinə 3 gəlsək alınır 5, 75. Digərlərini yoxlayaq. 4 vur 7 bərabərdir 28, üzərinə 3 gəlsək alınır 31, ödənir. 7 vur 3, 21, üzərinə 3 gəlsək 24 alınır. 3 vur 6, 18, 3 gəlsək 21 alınır. Deməli, sual işarəsində yenə belə olmalıdır. 6 vur 9 bərabərdir 54, 54-ün üzərinə 3 gəlsək alınır 57. Doğru cavab B bəndi. Sxemdə verilmiş fiqurlar arasındakı əlaqəni tapmalıyıq. Soldan sağa doğru yəqin ki, baxılmalıdır. Birinci sütunda, birinci xandamada 4 fiqur var, ikincidə 4. Demək, bunların cəmi və fərqi ola bilməz. Üstə düşən fiqurlara baxaq. Deməli, birinci nöqtələ göstərdiyim fiqur ikinci üstə düşür. O sağda verilib. Digər fiqurlar isə heç bir üstə düşmür. Çünki birinci şəkildə ox olanda ikincisində nöqtədir və digərləri fərqlidir. İkinci sətir üçün yoxlayaq. Birinci fiqurlar eynidir, yuxarısı dairə olan və sonuncu fiqurlar eynidir. Və hər eyni olaraq sağ sütunda göstərilib. Üçüncü sətrə baxsaq, birinci fiqurlar eynidir, ikinci fiqurlar eynidir. Bir də üçüncü fiqurlar eynidir, digərləri fərqlidir, düzgün göstərilib. Demək, tapdığımız məntiq doğrudur. Sonuncuya baxaq, birinci fiqurlar eyni, yəni birinci eyni ox olmalıdır. A bəndini silirəm. İkinci eyni fiqurlar da eynidir. İşarələ göstərdiyimiz yuxarısında dairə olan ikinci fiqur dairə olmalıdır. B bəndi də silindi. Üçüncü fiqurlar fərqlidir. Dördüncü fiqurlar fərqlidir. Bir də beşinci fiqurlar eynidir. Ox olan. Üçüncü də ox olmalıdır. Doğru cavab D bəndi. Tarazlıqda verilmiş tərəzilərdəki hərflərin bərabərliyinə görə biz sual işarəsinə uyğun gələn hərfləri tapmalıyıq. Deməli, birincisində 2B bərabərdir CSA-ya. Amma ikinci tərəzidə yazılıb ki, 1B 3C'yə bərabərdir. Bunu yuxarı nəzərə alsaq, 6 dənə C bərabərdir CSA alırıq. Buradan hər iki tərəfdən 2 dənə C-ni silsək, 1A bərabərdir 4C alınacaq. Üçüncü tərəzidə yerinə yazsaq, 1B 3C olduğuna görə 2B 6C, burada cəmi 8 dənə C olmalıdır. Bu 8C'nin uyğun bəndlərdən birini tapaq. A bəndində 3, 4, 7 dənə C var. B bəndində A 4C olduğuna görə 9C var. C bəndində A 4C olduğuna görə 8 dənə C-dir. D bəndi isə 12 dənə C. Biz tapmalıyıq 8C olanı. Doğru cavab C bəndi. Ədədlər arasındakı əlaqəni tapmalıyıq. Deməli, 5 və 8-dən 0,4 alınır. 5 və 8-in cəmi 13, fərqi 3, hasil isə 40-dır. Və 40-ın rəqəmləri yeri dəyişib yazılıb 0,4 şəklində. Digərlərində bu ödənir. Deməli, 6 vur 9 bərabərdir 54. Yerlərini dəyişsə 45 alınır. 3 vur 7 bərabərdir 21. 12 yazılıb. Sonuncuda isə 9 vurulsun 4 bərabərdir 36. Yerlərini dəyişsə 63 şəklində yazılmalıdır. Doğru cavab A bəndi. Verilmiş fiqurlar ilə ədədlər arasında əlaqəni tapaq. Deməli, birinci fiqurda 4 bucaqlı və 6 bucaqlı yazıraq yuxarısına. 4 və 6. 4 və 6-dan 100 alınmalıdır. İkincisində isə 5 və 7, 144 alınmalıdır. Üçüncüdə isə 3 və 8-dir. Diqqətlə baxsaq görərək ki, 100 və 144 ədədləri ədədlərin kvadratlarına bərabərdir. Deməli, 4 üstəgəl 6 bərabərdir 10-a və onun kvadratı olur 100. İkincisində 5 üstəgəl 7 bərabərdir 12, 12-nin kvadratı bərabərdir 144. Sonuncuda isə 3 üstəgəl 8 bərabərdir 11 və 11-in kvadratı bərabərdir 121. Doğru cavab D bəndi. Cədvəldə verilən ədədlər arasında əlaqəni tapmalıyıq. Bu tip suallarda nisbətən böyük rəqəmlərdə tapmaq daha rahat olur. Məsələn, 6 və 5-dən 33-ün alınmasında 6 vur 5 üstəgəl 3 də ola bilər, 33. 6 üstəgəl 5 vurulsun 3 də 33-ə bərabərdir. Amma bunu biz digər rəqəmlərdə yoxlasaq, yəqin ki,
yalnız biri ödənəcək. Məsələn, 51-də 8 vur 9, 72 olur, ödəmir. Amma 8 üstə gəl 9 vurulsun 3 bərabərdir 51 ödənir. Digərinə baxaq. 4 üstə gəl 9, 13, 3-ə vurdu 39 alınır. 6, 8-ə həmin qayda doğrudur. Deməli, birinci yazdığımız səhvdir. Ədədlərin cəmini 3-ə vurmalıyıq. Sonucunu tapaq. 8 üstə gəl 8 bərabərdir 16. 16 vur 3 bərabərdir 48. Doğru cavab B bəndi. Ədədlər arasındakı əlaqəni tapmalıyıq. Nisbətən böyük ədədlərdə, rəqəmlərdə ədədləri tapmaq daha rahat olur. Deməli, 8 və 5-dən 69 almaq. Cəmi 13-dür, 69-a uyğunluğu yoxdur. Hasili 40-dır, fərq 29 qalır. 5-in kvadratı 25 alınır, amma 8-in kvadratından daha rahat tapmaq olur. Çünki 8-in kvadratı gəlsin 5 bərabər 69 alınır. Digərinə baxaq, 3-ün kvadratı üstə gəl 2, 11 doğrudur. 5-in kvadratı üstə gəl 6, 31 doğrudur. Yuxarıda 1-in kvadratı üstə gəl 4, 5-ə bərabərdir. Sonuncuya baxaq, 6-nın kvadratı üstə gəlsin 7 bərabərdir. Deməli, 36 üstə gəlsin 7, 43. Doğru cavab A bəndi. Fiqurlar arasındakı əlaqəni tapmalıyıq. Deməli, birinci fiqurda rənglənmiş hissəni işarə edək. Sonra digərlərinə baxaq. Deməli, bir addım saat əqrəb istiqamətində hərəkət edir. Növbəti fiqura keçdikdə 2 addım hərəkət edir. Növbəti 3 addım. Deməli, sual işarəsinə uyğun gələn fiqurda bu 4 addım hərəkət eləməlidir. 1, 2, 3, 4. 4 yazılan hissə rənglənmiş olmalıdır. Bu ancaq A bəndində qeyd olunub. Fiqurun daxilindəki ox işarəsi isə, deməli, burada göy rənglə göstərilmiş, 90 dərəcə hərəkət edir. Şaqul edir burada. Sonra sol tərəfədir. Növbəti fiqurda aşağıya doğru və 5-ci fiqurda yenə sağ tərəfə doğru olmalıdır ki, bu da A bəndində doğrudur. Doğru cavab A bəndi. Şəkildə verilmiş sözlər və ədədlər arasında əlaqəni tapmalıyıq. Bu tip suallar adətən sözdəki hərflərin saitlərinə və samitlərin sayına görə uyğunluq tapılır. Deməli, birinci Bolu sözündə 2 sait və 2 samit var. Xan sözündə 2 samit, 1 sait uyğun gəlir. Birinci samitlərin sayı yazılmalıdır. Qafqaz sözündə 4 samit var, 2 sait, düzdür. Sonuncu Daşdəmir sözündə isə 5 samit və 3 sait var. Doğru cavab D bəndi. Analogiyaya əsasən düzgün variantı seçin. Titan, metal, turac, sual. Deməli, titan metaldır. Eyni məntiqlə ilə baxsaq, turac da ağac deyil, həşərat deyil, quşdur, meşə deyil. Doğru cavab C bəndi.